Baş sponsor Hell Energy. Sponsor təbii sakitləşdirici Sedaflor B. Partnyor Kasap Döner. Bir il keçdi və ənənəyə sadiq qalan Bozbaş Pictures-ın xüsusi buraxılışı film haqqında film yenidən efirdə. Ay Brilliant və Axırıncı Yoldan sonra bu dəfə sizə mövsümün ən çox baxılan macəra komediyası Stalinin başından danışacağıq. Azərbaycanın ən çox baxılan filmini çəkən bu komanda yenidən birləşərək möhtəşəm bir macəra komediyası ortaya çıxartdılar. Azad Azərbaycan və ilk media istehsalı olan Stalinin başı filmi bax belə ərsəyə gəldi. Keçən ilin elə mart ayı idi, artıq Axırıncı Yolun uğurlarını bilib biz növbəti işə başlamaq istəyirdik ki, yaxşı bir məhsulun qarşısında biz daha yaxşısını təqdim eləməli idik ki, tamaşaçı növbəti işimizə gəlib baxanda artıq desin ki, hə, bax bu işiniz növbəti işinizdən daha uğurlu idi, daha gülməli idi, daha yaxşı idi və Ənvər, eləcə də Ənvərin komandası, yazar komandası, bizim dostlarımız Samid Ağayev, Tərlan Nuryaşar, Elnur dostumuz, onlar birlikdə biz toplaşdıq onlarla birlikdə və hansı mövzuda film çəkək deyə belə bir çox məsuliyyətli, çox çətin bir iş durdu bizim qarşımızda və az bir zaman keçdi ki, artıq mövzumuz təsdiq olundu. Mövzumuz Stalin mövzusuydu. Stalinin vaxtı ikən gizlətdiyi deməli qızıllar, Stalinin ata evi, Qori və s. və ilaxır və bu mövzu təsdiq olunandan sonra artıq başladı ssenari yazılmağa. Qusarlılar, yəni mənim bəlkə də dostdaşdan çox olduğuna görə mənə çox doğma gəlir. Nəinki Qusar, Azərbaycanın bütün yeri bizə doğmadır, amma Qusar cəmaatı çox sağ olsun, bizim 18 gün ərzində, yəni biz orada o gözəl isti münasibəti hiss elədik. Henüz füza! Henüz füza! Necəsən Ağsaqqal? Allah'a şükür bugüne de. Niyə kişkirirsən sən danışanda? Mənim səsim belədir. Belədir səs. Dağda doğulmuşam. Anadan olan da qışqırmışam. Nə danışırsan? O vallahi. Tamaşaçı əgər gəlib rahat ailəsi ilə baxıb filmə gülə bilirsə və onu güldürə biliriksə, deməli biz istədiyimizə nail olmuşuq. Ana bu nə zafatlı paltardı mən giyindirmiş. Saman qarası olardı la. Şirin ona görə geyimlərlə yadda qalır ki, əslində Axırıncı Yol filmi çəkiləndə mən özüm Ənvərə dedim ki, bizim senarist. Ənvər, Şirini bir balaca başqa təmtdə eləyə bilərik bu Axırıncı Yol filmində. Dedim, nə? Çox danışdıq. Dedim, olsun lap qadın paltarı. Və çox düşündük, uşaqlarla da danışdıq ki, bu necə ola bilər, cəmaət necə bunu qəbul edəcək, ay qadın paltarı,
o filan. Sonra artıq fikirləşdim ki, mən aktyoram. Aktyor hansısa bir insanın xarakterini oynamalıdır, onu göstərməlidir. Ses ver. Mənim üçün ən çətini Qoriyə çatanda oldu. Qoridə Stalinin vətənində başa düşdük ki, Stalinin başını uğramaq asan işdir. Qoridə ümumiyyətlə nəinki dost-tanış ev, oranın o çətin ab-havası, bilmirəm filmlə bağlı idi o, yoxsa şəhərin özündə o çətin elə bir ab-hava var idi. Balaca bir rayon, bizim Nərimanov boyda olan yer, ancaq muzey, bir də xırda otellər. Bir həftə adamın ürəyi partlayır. İlkin musiqili sevilməyə başladı Bozbaş Pictures'in həftəlik verilişlərində. Artıq birinci verilişdən sevilməyə başladı və Axırıncı Yol filmində o sevilmək artıq necə deyim, pik həddə çatdı və Stalin başında da şükürlər olsun ki, hələ də sevilir. Başda bir insan durur bu işin başında. Bu da bizim quruluşçu rejissorumuz Emil Abdullayevdir. Emil Abdullayev bizim Stalinin başı ssenarisi ilə tanış olandan sonra gördüm ki, Emil gəlib və deyir ki, dedim Emil necədir vəziyyət? Emil bir başı ilə belə elədi, dedi ki, çox çətindir, olduqca çətindir, bilmirəm necə olacaq, amma biz bunu eləməliyik. Bizim komandamızı bilirsiniz də, qızıl altılıq hər zaman deyən, gülən, nə bilim, hər zaman şən əhval-ruhiyyədə olan həmin o qızıl altılıq Emili bu işdə Emilə yüksək əhval-ruhiyyə verdi və biz başladıq Stalinin başını çəkməyə. Mənim yerimiz rahatdır. Çox gözəldir ya, çox gözəl. O vaxtı buraya yaxşı aldım. El salon. Stalinin başı filminin ağırlığı mənim indiyənə kimi 3 film çəkmişəm. Bu üçüncüsü idi. O 2 filmin toplamının ağırlığından da ağır idi. Mən biləndə ki, Axırıncı Yol Azərbaycanda yerli və xarici filmlər arasında kinoteatrda ən çox baxılan film olub. Mən həm onda sevindim, həm də nə boyda ağır yükün üzərimizə götürdüyümüzü mən onda başa düşdüm ki, hə, deməli bu bir başqa məsuliyyətdir. Məndən soruşanda Azərbaycanda ən sevdiyim filmlərdən biri hansıdır? Mən rahat deyirdim ki, Axırıncı Yol. Və mənə deyəndə ki, həmin o filmin ardıdır, mən 1-ə 5 sevindim ki, çünki həm filmə dəvət, həm də sevdiyim filmin ikinci hissəsi, ardı, onda mənim üçün doğrudan gözlənilməz hadisə idi. Onda doğrudan çox sevmişdim və həmin gündə hazırlaşıb gəlmişdim kastinqa. Kamera. Bozbaş Pictures'in ən böyük uğuru odur ki, o qardaşlıq münasibətləri var. Ümumiyyətlə, nəinki bizdə, bu çox yerdə belədir ki, komandalar 3 il, 5 il uğur qazanandan sonra baş gicəllənir və avtomatik, yox, ən yaxşı mənəm, mənə görə baxılır falan, bu tip şeylər olanda istər-istəməz bu komanda dağılır. O mehribançılıq var deyə bu komanda artıq 11-ci ilidir ki, əvvəl 2 nəfər başlayıb və sonra artıb və bu dağılmıyor. Bunun bir dənə səbəbi odur. Ay yerge doyun doyun. Yeri. Yere. That final love when we hit the floor. Go grab your friends 'cause we need some more. You feel the spark goes through your bones. Kino nə qədər çətin olsa da biz onu hiss eləmədik. Ən çox da ona görə hiss eləmədik ki, bizim ətrafımızda olan dostlar, prodüserlər,
tək bizim aktyor heyəti deyil də, bizim arxada işləyən 40-a yaxın insanlar var idi ki, hamısı pozitiv, hamısı yəni qa deyəndə qa, su deyəndə su, bir-birimizlə zarafat deyib gülmək, o çox gözəl abu-hava yaratmışdı ki, biz onu hiss eləmirdik. Arıq at. Ne yaparsınız? Ne yaparsınız? Ne inirsiniz? Axırıncı yol filmində götürsək, mən orada elə bir əziyyət gördüm ki, hamılıqla. Dedim ki, ay Allah, bu nə əziyyətdir? Bu görürsən necə olacaq bu əziyyətimiz? Doğrudan da əziyyətli iş, o yuxusuzluq, suyun içində qalmaq, soyuqdan əsmək. Bunları hamısını biz görmüşük. Və doğrudan da o uğuru görəndə, o əziyyətin uğurunu sevinirsən ki, hə, bu əziyyət buna görə idi. Və axırıncı yolda da dedim ki, bundan artıq nə əziyyət ola bilər? Gördüm Stalinin başı filmində, ondan da artıq oldu. Azı sen oradan tutmamalısan ha. Düş aşağı. Düşmürəm, düşməyəcəm. Tıpış sizin sifətinizə. İki dənə xal oğlum. Düş aşağı. Ay düş. Emil'lə bu kino bir balaca daha yaxşı bir-birimizi başa düşürdük. Keçən kinoya baxmış. Emil bizi daha yaxşı başa düşürdü, biz Emili daha yaxşı başa düşürdük. Amma yenə də bir balaca uzatmalar var idi. Bir balaca yeşiyin içində orada məni doğrayanda mən yarımçıq qalmışdım. Dağdan məni buraxırlar aşağı təkərlərin üstündə, gəlib dəyməliyəm maşına. O yeşiyin içində də heç bir yumşaq bir, nə bilim, heç bir şey yox idi. Taxtanın üstündə oturmuşdum. Dərə təpədən belə sirkələnə düşürdüm aşağı. O dəqiq yadımda deyil, 8 ya 9 dubl çəkilmişdi. Gecə çanam ağrıyırdı bir-birinə dəyməkdən. Yamalardan düşəndə çanamın ağrısından yata bilmirdim ki. İndiyənə kimi işlədiyim bütün rejissorlardan heç kim inciməsin, ən yaxşısı, mənim üçün ən idealisi məncə Emil müəllimdir. Çünki indiyənə kimi işlədiyim ən cavan rejissor da Emil müəllimdir. Amma hamı ilə bilir necə ünsiyyət saxlamaq lazımdır. Hamısının elə bir psixologiyasını azdan çoxdan öyrəndim. Bilir kimlə necə danışmaq lazımdır. Bununla biraz sərt, bununla biraz yumuşaq, necə ruhlandırmaq. Daha pis alınan səhnələrdə demirdi bu nədə oynarsa tezdən. Elə bir həvəsləndirirdi. Doğrudan onunla işləmək çox rahat idi. Kamera. Çekersen bu ya. Şimdi bu nedir ki hele? Qabaqda kişiler var ya, sen beton maşına var. Sen betondan danış. Mənim heç vaxt yadımdan çıxmaz, ən çətin çəkiliş günüm. Mənim o beton səhnəmdə tamaşaçılar baxırsa bilir, o da çətin idi. Amma ondan da çətini mənim üçün o qəbrə girib və orada motor sözünü gözləmək. Mənim o müəyyən bir yerlər oldu, mən elə bildim doğrudan ölmüşəm və mənim üstümdə ağlayırlar. Deyirəm, Allah, bəlkə doğrudan ölüm elə belə olur, mən bilmirəm, elə kino kimi ölmüşəm də, yəni belə maraqlı ölüm olub. O qadın ki, ağlayırdı mənim başımın üstündə, aktrisamız.
çox çətin idi, çox, həddən artıq çox. Bir damızı buradan deşik qoyun da havaya. O buradan çıxacaq. Sağ olsun da qəbir qazan da elə qəbir qazmışdı. Yəni onun üçün fərqi yoxdur. Bu kinodur, çəkiliş standart qəbir. Və çox dərin, toxtalar da qalın. Mən çox əziyyət çəkdim orada. Bundan oynası yox. Diri-diri qəbirdə. Sağda qəbir. Oy. Təbii ki, ora çox isti idi, çünki yay ayları idi, qəbrin içi isti, o bir dənə milçək də girmişdi içəri. Mənə ümumiyyətlə əsər verirdi o və sağımda qəbir idi, solumda qəbir idi. Köhnə qəbirlər idi. Sonra bilmişəm ki, elə məndən 2 sant aşağıda da bir qəbir olub, köhnə illərin qəbri olub. Heç nə ona biraz dərdləşdik, söhbət elədik, neymişsə, nə var, nə tərdi. Bütün aktyorlarımız çox əziyyət çəkdik. Yəni biz o əziyyəti hiss eləmədik. Bizim gözəllik də ondaydı ki, bizim komanda maşallah olsun, tut göz dəyməsin, çox qardaş komandadır. Hamı deyir ki, Bozbaş Pictures'in komandası kimi komanda yoxdur. Çünki bizdə hər kəs pozitivdir. Bax, gördüyünüz kimi. Pozitiv. Toyxana operatorları olur, güzgüdən özlərini çəkirlər. Sən məni görsən, mən burada sən. İndi məni. 25-ci dubl. Allah nə qışqırdı sən mənim üstümə? Nə deyirsən ha? Buyur. Ala pulu Reyna, utanmırsan. Öy kızına kelle vursan sen. Hay. Bunu yine ne da la? Bizə türmədə çox yaxşı şərait yaradılmışdı. Maksimum şərait yaradılmışdı ki, biz həbsxanada yəni rahat işimizi görə bilək. Və mənim hal-hazırda yadıma düşən ən çətin səhnələr türmədə olan səhnələr idi. Bugünkü gündə şükür Allaha ki, tamaşaçı Azərbaycan kinosuna, yerli kinomuza doğrudan çox böyük diqqət göstərir. Əgər bu işdə bizim biraz da olsa payımız varsa, bu işin belə deyək də vasitəçilərindən biri də biz isə doğrudan sevindirici bir şeydir. Çünki biz özümüz o kinoteatrlarda gedib iştirak eləyəndə, orada tamaşaçı izdihamını görəndə, hətta elə seanslar var ki, 5 nəfər, 10 nəfər gəlib, qapıda qalıb, içəri bilet alıb girməyəndə bilirəm onlar necə pis olurlar. Amma nə yalan deyim, bizdə sevindirici bir hiss olur ki, bizim filmlərimizə belə bir istək var, sevgi var. Təbii ki, birinci çox sağ ol tamaşaçılara düşür. Çox sağ olsunlar ki, bizim işimizə diqqət göstərirlər. Çox sağ olsunlar ki, yerli filmlərimizi belə dəstəkləyirlər. Burada çox danışa bilərik, yəni kinonu tərifləyə də bilərik, kinonun əziyyətindən də danışa bilərik. Mənə elə gəlir ki, ən yaxşısı kinoya gedib, kinoya baxıb və öz rəylərinizi necə ki eləyirsiniz, bizim Bozbaş Pictures Instagram səhifəsində, Facebookda və yaxud YouTube-da rəylərinizi bildirə bilərsiniz. İmza günlərinə gəlin, deyək, gülək, bir yerdə filmə baxaq. Mən inanıram ki, hər birimizin xoşuna gələcək bu film. Stalin başı filmi birinci həftəsi, birinci o 5 günü çox böyük izdiham gördük.
Bizdə Instagram səhifəsində o qədər bizə direktdə təqlər olundu ki, çox sağ olun, Allah sizdən razı olsun, bizi bu qədər güldürdünüz, bu super, bundan da yaxşısını gözləyirik, bundan da o bizi sevindirir. Hətta bizə tanımayan adamlar bizə videolar, şəkillər atır ki, görün, sizə görə görün, nə qədər adam gəlir. O çox sevindirici haldır və baxmayanlara da dəvət edirik ki, doğrudan da əsl ləzzət alacaqsınız. Bir də o YouTube-da yazırlar ki, YouTube-da nə vaxt olacaq? Bunu niyə YouTube-a qoymursunuz, baxaq, biz filan yerdəyik, baxa bilmirik, imkanımız yoxdur. 3 manatdan 7 manata kimidir. Kinoya kinoteatrda baxarlar. Oradakı o səs effektləri, o rənglər, orada daha da 5 qat həzz alacaqsınız, ləzzət alacaqsınız. Bizim Bozbaş Pictures hər təbəqə sevir. 3 yaşından tutmuş qoca nənəyə kimi. Çünki biz bunu çəkilişlərdə də görürük, tamaşaçıların yığılmağından. Yəni adamlar var gəlir yaxınlaşır ki, qardaş, mənim nənəm sizin verilişi, yəni vaxtı, ay bala gör başlamadı, gör başlamadı. Elə adam var gəlir, mənim 3 yaşında uşağım var. Hələ dil açmamış kəmi şoşu deyir. Təbii ki, biz buna çox sevinirik. Çünki biz hər bir ailədə gülüş bəxş eləyə biliriksə, bu bizim sevincimizdir və çox sağ olun ki, Bozbaş Pictures sevirsiniz. Və mən bir arzum var, istəyirəm ki, o olsun həmişə. Necə ki, bizim bölgələrdə, mən uşaq olanda kinoteatrlar var idi, bizi analarımız, atalarımız, nənələrimiz, babalarımız əlimizdən tutub Hind filmlərinə, ucqar bir rayonun bir kəndində, hətta balaca kinoteatrlarda olsun var idi. Mən istəyirəm ki, kinoteatra yenidən bərpa olsun, öz filmimizə dəstək olaq, öz filmimizə maraq göstərək. Mən inandırıram sizi ki, daha uğurlu bir işlərə biz imza ata bilərik və o da olacaq. Əlinizi aşağı saldınız, üfürdünüz. Və mən özümü buradan tamaşaçılara tutub demək istəyirəm ki, həqiqətən çox maraqlı filmdir və həqiqətən də başqa filmlərdə görə bilmədiyiniz epizod və maraqlı yumor hissinə malik olan bir filmdir. Mütləq gəlib baxın. Çünki mənim şəxsən mənim də yumor hissim çox fərqlidir və hər filmə gülə bilmirəm. Amma axırıncı yolda bu filmə də həqiqətən də ürəkdən gülmüşdüm. Ona görə mütləq gəlib baxın. Hamı dedi ki, çox yaxşı filmdir, bundan yaxşısı olmayacaq. Yaxşı, biz gələn nə çəkəcəyik? Təbii ki, indi biz bunu danışırıq, amma bu söhbət biz axırıncı yolu çəkəndən sonra da olmuşdu. İnşallah ki, məqsədimiz yeni rekorddur. Biz hər zaman öyrəşdiyimiz kimi yayda, belə deyək də, hər kəsin istirahət elədiyi vaxtda biz yenə də çəkilişlərdə olacağıq və bundan da artıq şikayət eləmirik, öyrəşmişik. Axsaqqal. Nə var? Nədir? Sənə ölüm arzulayıram. Sənə pis şeylər arzulayıram. Püh sənə. Qanı çək. Bunu çək. Çəkil. Çəkil. Mən cəkcan bilmirəm. Azərbaycanda cəkcandan da oyan oğlanlar var. İlki necə istəyirsiniz? Hər şey qaydasında, əla. İllərlə insanlar əziyyət çəkir ki, onun heykəlini qoysunlar. 32 yaşımda mənim Qoridə heykəlimi mən Səlyanda gözləyirdim açığı. Niyə burada mən elə onu? Ana yavaş. Əşrəf eləmə. Əşrəf.
Hello nədir? Salam verin. Hər zaman mən bu sponsorlar haqqında danışanda mən ürəkdən onlara öz təşəkkürümü bildirmək istəyirəm. Nəyə görə? Çünki çox qapılar döymüşük indiyənə kimi, çox şirkətlərə müraciət eləmişik, amma bu şirkətlər bizə inanıb, bizim gücümüzə inanıb, bizə hə dedilər. O şirkətlərdən də mən adlarını çəkmək istəyirəm və təşəkkürümü bildirmək istəyirəm bütün Bozbaş Pictures komandası adından. Bizim sadiq və baş sponsorumuz Hell Energy-yə təşəkkürlərimiz var. Demək olar ki, Bakıda çəkilişlərimiz az oldu. Əsas 18 gün ərzində biz Şahdağ oteldə həm istirahət elədik, yedik, içdik və çəkilişlərimizi elədik. Şahdağ turizm kompleksinə təşəkkürümüzü bildirmək istəyirik və demək istəyirəm ki, Şahdağın qışı qədər yay da çox gözəldir. Yəni çəkilişdən bir neçə gün sonra artıq mən çəkilişlərin ağırlığını başa düşüb belə qərar verdim ki, bütün əməkdaşlar, hər kəs sığortalanmalıdır. Mütləq şəkildə sığortalanmalıdır və bu sığortada sağ olsun Paşa Həyat sığortası bizə dəstək oldu. Həm bizim sponsorumuz oldu, həm də bütün heyətimizi, ola bilsin ki, heyətimizin böyük bir hissəsi bundan xəbərsizdir. Bütün heyətimizi, həm aktyorları, həm texniki heyəti, həm yaradıcı heyəti, hər kəsi sığortaladı. Yəni bir həyat sığortası olaraq bizə sığorta bəxş elədi. Onlara da öz təşəkkürümüzü bildirmək istəyirik. Rahat Marketlər şəbəkəsinə təşəkkürlərimizi bildirmək istəyirik. Artıq ikinci layihədir ki, bizimlə bərabər olan Min Bərəkət Halal Nemət şirkətinə təşəkkürlərimizi bildirmək istəyirik. Hər zaman Bakı çəkilişlərində bizi dadlı yeməklərlə təmin elədiyinə görə Toro Steakhouse and Grill'ə təşəkkürlərimiz və bizim kreativ partnyorumuz Yellow Ad. Sizə də xüsusi təşəkkürlərimiz var. Çox sağ olun bizimlə bərabər olduğunuz üçün. Bu dəfə bizə penitensiar xidmət öz köməkliyini göstərdi. Mən buradan penitensiar xidmətin bütün əməkdaşlarına, hər kəsə öz təşəkkürümü bildirmək istəyirəm. Çəkiliş elədiyimiz cəza çəkmə müəssisəsinin rəhbərliyinə, cəza çəkmə müəssisəsində olan bütün dustaqlara, hər kəsə təşəkkürümü bildirmək istəyirəm. Bizim filmimizdə ola bilər ki, tamaşaçılar bunu nəzərə almayıblar. Elə biliblər ki, bu adi kütləvi bir çəkilişdir, yəni aktyorlarda, amma yox. Bizim filmimizin həbsxana çəkilişində orada yəni məhbuslardır, hamısı. Yəni orada hətta aktyorluq eləyənlər də, orada çəkilənlər də, danışanlar da, hər kəs, yəni Bozbaş Pictures komandasından başqa hər kəs orada məhbusdur. Filmimizə baxan tamaşaçılar və ümumiyyətlə nəinki filmə, hətta treylerə baxan tamaşaçılar da görüb ki, orada biz hava limanında çəkiliş aparmışıq. Onun üçün də azalıq xüsusi təşəkkürlərimiz var. Çox sağ olun şərait yaratdığınıza görə. Bir günümüz demək olar ki, qaranlıq tuneldə keçdi və bunun üçün də Bakı metropoliteninə öz təşəkkürlərimizi bildirmək istəyirik. Bütün əməkdaşlarına, müdiriyyət başda olmaqla çox sağ olun bizə dəstək verdiyinizə görə, bizə inandığınıza görə və artıq ikinci ildir ki, biz həm Axırıncı Yol filmində, həm də ki, Stalin başı filmində çox maraqlı bir komanda ilə işləyirik, çox işgüzar bir komanda ilə işləyirik. Bu da ki, Azəri Production'ın komandasıdır. Mən bütün texniki heyətə öz təşəkkürümü bildirmək istəyirəm ki, həm Axırıncı Yol filmində, həm Stalin başı filmində bizimlə çiyin-çiyinə onlar da əziyyət çəkdilər. Onların da əziyyəti çox böyükdür. Zövqiyə, Yaquba buradan təşəkkürlərim var. Çox sağ olun ki, bizimlə bərabərsiniz. Çox sağ olun ki, qardaşlıq eləyirsiniz və Azərbaycanın yerli filmlərinin inkişafında siz də öz töhfənizi verirsiniz. Və təbii ki, bütün bunların başında, bu işlərin başında bizim doğma ATV-miz dayanır. Bəli, məhz ATV telekanalının sayəsində biz açılmayan qapıları açdıq. Bizə çox xoş münasibət göstərdilər. Məhz ATV telekanalının sayəsində biz bugün həm həftə ərzində sizə maraqlı seriyalar təqdim edirik, həm də ki, bax, 3-cü ildir ki, böyük film layihələri ilə kinoteatrlara gəlmişik. Bunun üçün də doğma, əziz və bizim üçün hər zaman bir nömrə olan
bizim doğma evimiz ATV-yə təşəkkürlərimizi bildirdik bütün komandamız adından. Yeter sen ay bulurina. Ayzar, nə işlə məşğulsan burada? Mən vertolyot uçurdan oynayıram. Uşaq vaxtı iqruşkam oynayıb qəbə. İndi iqruşka rəyəni oynadıram ha. Və nəhayət 500 nəfərlik Nizami Kino Mərkəzi bu dəfə 650 nəfərə yaxın qonaqla filmin qəhrəmanlarını qarşıladı. Hər kəsin çoxdan gözlədiyi vaxt gəldi çatdı. 1 Mart Stalinin başı macəra komediyasının qala gecəsidir. Birazdan bax bu zalda qonaqlarımız olacaq və Stalinin başı haqqında öz fikirlərini məhz bizimlə bölüşəcəklər. You gotta listen up, listen up. There's not a thing that I can't get from you. 25 gün Bakı, 18 gün Qusar, 7 günlük Qori çəkilişi və 90 günlük montajdan sonra vaxt gəldi çatdı Stalinin başını təqdim etməyə. Ənənəvi və sevimli martın 1-i. Bu özəl günə xüsusi hazırlaşmaq lazım idi.
artıq hazırlıq işləri tamamlanmaq üzrədir. Qonaqlar da yavaş-yavaş gəlməkdədir. Bu deməkdir ki, hər kəs səbirsizliklə Stalinin başı macəra komediyasını izləmək istəyir. Röya, həmişə filmlərdə xoş gördük. Xoş gördük. Ümumiyyətlə Azərbaycanı təbrik eləyirəm. Və mən bildiyimə görə sırf Stalinin başı macəra komediyasının qala gecəsi üçün Türkiyədən gəlmisiniz və qala gecəsi bitəndən sonra Türkiyəyə qayıdacaqsınız. Bəli, deyəcəm niyə? Çünki onların artıq ikinci, üçüncü işləridir. Mən orada olmuram. Amma doğrudan olmuram Bakıda mən. Bu aktyorlardan hansı daha çox Röyanı güldürə bilir? Nicatın danışıq tərzidir. Mimika tərəfdən Elişkodur. Ağıllıları da İlkindir. Ramin canımdır. Çox yollar keçdik biz onunla. Belə. Soram kim var? Ha, bir də qoca var. Evlənmək istəyirəm məndən bu arada. Qoca kişi istəmirəm. Təşəkkür edirəm, xoş seyirlər. Sizcə Stalinin başı tutacaqmı? Alınacaqmı bu film? Tutmamaq kimi bir şansı yox, mütləq tutacaq. Çünki onların öz konkret tamaşaçıları var və bu illər ərzində özlərini istər verilişlərdə, istər filmlərdə sevdirə biliblər və düşünürəm ki, hər zamanki kimi yenə uğur onların yol yoldaşıdır. Stalin özü kimi filmin özü də çox müəmmalı olacaq. Mən arzu edirəm ki, o səmimiyyətləri, o dostluqları, o mehribançılıqları möhkəm olsun, həmişə bir yerdə olsun, onda güc birlikdədir, uğurları da çox olar. Mən çox sevinirəm ki, bu vaxt ərzində bizim bu qədər bir çox filmlərimiz ərsəyə gəlir. Stalinin başı İlkin İngilin çəkdiyi filmlər ildən ilə yaxşılaşır, mükəmməlləşir. Təbii ki, bu filmdən daha çox şey gözləyirəm, nəinki bundan əvvəlki. Bundan əvvəlki təbii xoşuma gəlmişdi, amma növbəti adım, növbəti pirlər, növbəti uğur gözləyirəm. Filmdə çoxlu dostlarım çəkilib, ona görə maraqlı, nəşəli zaman gözləyirəm, dəqiqələr, saatlar gözləyirəm ki, bu film yəqin ki, ona buraxılan diqqətə, sərmayəyə, gücə cavab verərək gözəl olacaq. Mən fəxr edirəm ki, bizim Azərbaycanda bu cavan uşaqlar öz gücünə bacardığını eləyirlər və çox istəyirəm ki, dövlət tərəfindən də bunlara bir dayaq, bir arxa olsun ki, bu cavan oğlanlar, Bozbaş Pictures bundan da gözəl filmlər çəksinlər. Sizcə niyə Stalinin başı? Oy. Ona görə bu adı qoyublar? Onları deməyim. Bilirsiniz amma. Bəli, bilirəm. Mən İlkini o qədər yaxşı tanıyıram və onun komandasına o qədər yaxşı bələdəm. Onların hər birini o qədər yaxından tanıyır və istəyirəm xətirlərini ki, mən onların pis iş gördüklərini düşünmürəm və mən ümid edirəm ki, bu dəfə də bizi ciddi mənada təəccübləndirəcəklər. Filmin adı məni güldürüb, Stalinin başı. Mən inanıram ki, bugün burada olanlar hamı ürəkdən güləcək. Çünki dostlarımız çox istedadlıdır. Hamısı mən onlara uğurlar arzulayıram. İnşallah inanıram ki, möhtəşəm bir işdir. O bir işləri kimi. Uğurlu olsun. Filmin treylerlərindən hiss olunur ki, xırda fraqmentlarından hiss olunur ki, çox əziyyət çəkiblər, hədsiz əziyyət çəkiblər. Allah əziyyətlərin yerdə qoymasın. Yəni, insanlar yayın istisində orada-burada istirahət eləyəndə, cəmaət Instagrama plyajda şəkil çəkdirib qoyanda uşaqlar yayın 40 dərəcəsində film çəkirdilər. Birazdan bu masada məhz Stalinin özü əyləşəcək. Stalinin gəlişini gözləyirik. Amma hər şey Stalinin ürəyincə olmalıdır. Bunun üçün də hazırlıqlar davam eləyir.
Qala gecəsinin başlamağına artıq dəqiqələr qalıb. Birazdan Stalinin başı macəra komediyasının yaradıcı heyəti bu qırmızı xalçanın üzərindən kinoteatra daxil olacaqlar. Həm qonaqlarla, həm tamaşaçılarla birlikdə film izləyəcəklər. Emil, xoş gördük həmişə filmlərdə. Təşəkkür edirəm, xoş gününüz olsun. Biz bura sevə-sevə gəlmişik. İlk növbədə dostlarımızdır bizim. Və ikinci növbədə ki, bu işin peşəkarlarıdır. Yəni bu belə komediya filminin peşəkarlarıdır və çox sevdiyim bir dostlarımdır və kinoya da baxanda dost kimi yox, bir aktyor kimi onlardan zövq alıram. Stalinin başını gətirmək hər oğlun işi deyildi. Bizim uşaqlar onu bacardı. İndi gəlmişik o baş necə başdır? Məndə belə təsirat yaranır ki, uşaqlar filmdən filmə daha belə maraqlı işləyirlər, həqiqətən. Ona görə bu dəfəki filmi lap belə böyük zadla gözləyirəm, şeylə. Axırıncı yola da baxmışam və hətta onu bilirəm ki, Azərbaycanda çəkilən filmlərin ən çox baxılanı məhz Axırıncı yoldur. Ondan başqa təkcə filmlərlə bitmir. Onlar məni elə xəstələndiriblər ki, mən hər həftə Bozbaş Pictures'ın bütün buraxılışlarına baxıram. Stalinin başı da bu rekordu vura biləcəkmi? Mən bu rekordu gözləyirəm, çünki onlar o qədər istedadlı uşaqlardır ki, həm də bir məsələ var. Hər dəfə uğur bol olduqca insan istəyir ki, bundan sonra daha yaxşı iş görsün. Ümumiyyətlə, onların pis iş görmək şansı belə yoxdur. İnşallah inanırıq ki, bu da digər filmlər kimi çox maraqlı və çox gülməlidir. Çünki zaten tanıtım çarxından bunu görmək mümkündür. Və bilirəm, çox əziyyət çəkilib, digər filmlərlə müqayisədə daha çox gün sərf ediblər, əziyyət sərf ediblər. Odur ki, dostlarımıza yalnız və yalnız uğurlar. Bozbaş Pictures sənə təklif eləsəydi ki, gəl Stalinin başında oynayardın mı? Şıdırğı vurardım. Mən dostlarımı təbrik eləyirəm, həqiqətən. Uşaqlar bilirlər, mən onları nə qədər çox istəyirəm. Çünki mənim universitet ilindən tələbə yoldaşlarımdır demək olar. Çoxu, ona görə də hər uğurlarına sevinirəm, həmişə yanlarındayam. Təbrik eləyirəm sizi, bilirəm ki, bu da partlayış olacaq. Mən onları çox bəyənirəm və istəyirəm ki, daha böyük uğurlara imza atsınlar. Bozbaş Pictures komanda olaraq ümumiyyətlə superdir. Hər zaman yeniliklərlə doludular. Hər zaman öndə olmağı bacarırlar ümumiyyətlə. Treylerlərindən məsəl üçün bildim ki, bu film artıq dəhşət bir şeydir. Hamınız xoş gəlmisiniz. Hamınızı salamlayıram. Stalinin başından nə gözləyirsən? Stalinin başından çox şey gözləyirəm. Bu günlərim möhtəşəm olmalıdır. Hələ girəndə elə mən elə belə təqdimat görməmişəm. Görmürsünüz necə bəziyiblər. Çox gözəl. Yəni film özdə partlayış olacaq, inanıram. Teşekkürler. Çok sağ olun. Ben istəyirəm ki, bizim heyətimizi burada verir. Bak. Super, əla. Çox möhtəşəm bir komediyadır. Pozitiv emosiyalar. Bu dəqiqə mən belə bir pozitiv emosiyalar qalmışam ki, bilmirəm necə onlara çatdırım.
Yadıma qaldı, yazıq saat 9 olmamış yatır ki bu. Nərgiz filmi izlədiniz, necə idi, maraqlı idi? Çox maraqlı idi. Yəni doğrudan çox güldüm. Film başlayandan sona qədər güldüm. Çox maraqlı idi. Çəkiliş özəl olaraq xoşuma gəldi. Aktyorlarımızın oyunu, ssenari xətti. Valla işini bəyənmədiyim adam yoxdur. Aktyordan tutmuş ssenari işinə qədər hər kəsi təbrik edirəm. Uğurlarınız bol olsun. İldən doğrudan da bundan artıqını gözləyirdik və artıq 3-cü film və möhtəşəm film. Ayaz filmi izlədin, necə idi? Super, necə olacaq? Mən həmişə olduğu kimi gözləyirdim ki, Bozbaş Pictures yenə də bu ilin bombasını partladacaq və elə də oldu. Stalin başı çox gözəl bir filmdir. Odur ki, izləmək istəyən hər bir kəsi dəvət edirik, gəlsinlər, izləsinlər. Əla idi, super idi uşaqların. Hər birinə, əllərinə, əməklərinə sağlıq. İnşallah Allah köməkləri olsun. Filmi izlədik, necə idi? Gözlədiyiniz qədər var idi mı? Əla. Gözlədiyimdən də artıq. Çəkilişə söz ola bilməz, estetikaya söz ola bilməz. Görüntülər əla. Halal olsun, gözləmirdim. Yaxşı olduğunu gözləyirdim, amma bu dərəcədə professional. Afərin sizə. Azər filmi izlədin, necə idi? Əla. Artıq 3-cü demək olar ki, ilkingin ən uğurlu işidir. Çox gözəl, valla həqiqətən də bilirəm ki, ümumiyyətcə bu komanda, yəni əslində artıq bir neçə qala gecəsində iştirak eləmişdim və bugünkü film, bu Stalinin başı ümumiyyətcə bütün kinoların deyərdim ki, şahı oldu. Həqiqətən də çox mənalı, çox gözəl, məntiqli. Mən təbrik edirəm uşaqları. Böyük və məsuliyyətli bir təqdimatdan sonra filmin əsas heyəti üz tutdu doğma bir məkana. Bakı çəkilişlərində komandanı dadlı yeməklərlə təmin edən Toro Steakhouse and Grill'ə. Bir neçə aylıq əziyyətdən bəhs edən film haqqında film. Hal-hazırda kinoteatrlarda Stalinin başı filmində yaşanan izdiham onu göstərir ki, bu əziyyət hədər yerə getməyib. Kinoteatrlarda görüşənədək. Qırıldıq gülbətdə, qırıldıq gülbətdə. Necə deyərlər? To be continued.